Bugünkü xəstəmiz 19 yaşında, qamış sümüyünün üç içində nonosifio fibromasında xoş xəstəlik törəməsi. Əməliyyat öncəsi MRT, rentgen üzrə ölçümlər apardı. İndi yenə də biz giriş yerimizi bəlli edirik. Təxminən bir 8-9 santimlik bir törəmədir. Bu qədər, bundan da böyük bir törəmədir. Bunu az invaziv, balaca kəsiklərlə təmizləyib sümü ilə doldurmağa çalışacağıq. Törəmə rentgendə gördüyünüz kimi ölçüləri kiçik deyil, çox kiçik oldu biz izləyirik. Amma böyük olanda artıq sınıq riski var və onun üçün biz bunu əməliyyat edirik. Eyni zamanda MRT-dən də gördüyünüz kimi törəmə yetərincə böyükdür və bəlli bir yerlərdə sümüyün arxa divarlarını dağıdıbdır. Onun üçün indi bunu təmizləyib allo transplantantla dolduracağıq. Yenə də rentgen kontrolu altında bir dəfə də nəzarət edirik. Tam yerində əməliyyata başlaya bilərik.